Mən planlaşdıram, bilmirəm eləyəcəm, eləməyəcəm, tatu fikirləşirəm. Amma sloqanlardan ibarət. Sloqanlardan biri stay hungry-dir. Stay hungry. Ki həmişə ac qalmalısan ki, onun qədrini biləsən və bir inkişaf olsun. Ona görə arzu edək ki, hamı həmişə ac olsun. Doğru, bilmirəm, əla tatu olsa, bilmirəm haranda olacaq, amma münasib yerlərdə olsa bölüşərsə bizlərlə. Məndə o sloqan necə olub formalaşdı? Mən gördüm ki, mən 5 dəfə müflis olmuşam da. Mən gördüm ki, mən yaxşı proyekti, uğurlu proyekti həmişə müflis olandan sonraki proyekt olub. Səbəbi də olub ki, mən ac olmuşam, o mənimdəki pul resursum olmayıb. Mən aclıqdan düzgün instrumentlərlə, düzgün məhsul qurub onu bazara çıxarda bilmişəm. Tox olanda, yəni ki, pul resursu çox olanda problemləri o pul hesabına həll etməyə çalışdığıma görə daha qeyri-sağlam şirkətlərə mənə gəlir. Yəni sağlam qalmaq üçün ac qalmalısan. Yəni bədənimizdə də odur da. Yəni biz durmadan hər xoşumuza gələn şeyi yesək, pulumuz var, kökəlib olacaq 200 kilo. Yəni sən o yeməyi yemək lüksun olmasına baxmayaraq ac qalmaq, diyetə qalmaqdır challenge. Yəni çətini odur ki, bu olanda eyni cür davranasan. Yəni pulun olsa belə acmış kimi davrana biləsən.